Baxdım soyuducuya, sənin dediyin şokolad sosu qutarıb. Gedim tez bazar alım gəlirəm. Yine hara gedirsən belə? Evdə hər bir şey var da. Şokolad sosunu da özüm evdə hazırlayacağım. Bunu da evdə hazırlayacaqsan, yuh vallahi. İlk olarak 2 stəkan yarım silik qazana əlavə edirik. Yarım stəkan da ilıq su əlavə edirik. 1 stəkan da olsa şəkər tozu əlavə edirik. 2 dolu xörək qaşığı da kakao əlavə edirik. 2 xörək qaşığı da nişası əlavə edirik. Qarğıdalı və yaxud da kartof fərq eləmir. 1 paket vanil də əlavə edib yaxşıca qarışdırırıq ki, içində düyün qalmasın. Yaxşıca qarışdırdıqdan sonra indi isə qaza az xodda pişməyə göndəririk. Yarım stəkandan biraz az belə şokolad əlavə edirik. Sonra isə 1 çay qaşığı dolusu da kərə yağı əlavə edib qarışdırırıq və soymağa qoyuruq. Və bu da şokolad sosumuz artıq hazırdır. Sizlərə qaşığını göstərmək istəyirəm. Görün necə belə pürüzsüzdür. Azca krem şanti də əlavə edib mikserin qarışdırdıqdan sonra tortlar üçün çox gözəl krem əldə edə bilərsiniz. İndi isə azca dadına baxım, görüm dadı necədir. Çox hamar, incə və pürüzsüz dadı var. Sizlər mütləq şəkildə hazırlayın.